Salam. Sizi Vəkilin Səsi İctimai Siyasi Hüquq qəzetinin studiyasından salamlayıram. Baş redaktor, qəzetin baş redaktoru Camal Bağırzadədir. Vətəndaşların bəziləri bizə yazırlar ki, son zamanlar qiyabi hökm barəsində çoxlu söz-söhbət gəzir. Bu haqqda məlumat verir ki, qiyabi hökm digər hökmlərdən ümumiyyətlə bu icraat nə deməkdir? Qiyabi icraat, hökm, cinayət işi üzrə. Biz də bu haqda istədik öz fikrimizi bildirək. Qiyabi icraat təkcə cinayət prosesinə deyil, əziz izləyicilər. Qiyabi icraat həm də mülki prosessual məcəlləsində nəzərdə tutulub. Ən çox da tətbiq olunan qiyabi icraat məhz mülki prosessual məcəlləsində olur. Yəni mülki icraat zamanı olur. Bu ne zaman baş verir? Bildiğiniz kimi mülki icraat zamanı olur. İddiaçı cavabda üçüncü şəxslər və əgər iddiaçı iddia veribsə, cavabda məhkəmə gəlmirsə, bildiriş alsa belə gəlmirsə, məhkəmə bu haqda işin materiallarına uyğun olaraq qiyabi icraatda qiyabi qətnamə çıxarda bilər. Bunun üçün ərizə də lazımdır iddiaçının ki, məhkəmə hər halda ehtimala qarşı İddiaçıda ərizə də alır ki, xahiş edirəm, o qiyabi icraat qaydasına baxasınız. Məhkəmə qiyabi qətnamə çıxardır, amma bu qiyabi qətnamə digər qətnamalar kimi alındığı andan bir ay ərzində şikayət verilmir. Yəni ki, qiyabi icraatın xüsusiyyətlərindən biri budur ki, işə tam mahiyyəti ilə baxılır, iddiaçının iştirakı ilə, ya iddia təmin olunur tamam, ya qismən, ya da ümumiyyətlə təmin olunmur və orada 10 gün ərzində vaxt verilir. Yəni ki, cavab deyək ki, qiyabi qətnaməni alsın, alıb əgər ondan etiraz edirsə, mahiyyəti üzrə məhkəmə bu işə bir daha baxa bilər. Və o gəlir, etiraz edir və hər iki tərəfin iştirakı ilə məhkəmə baxıb qətnamə çıxardır və s. və s. Bu qiyabi icraat cinayət prosesində də var. Cinayət prosesində də var belə bir qiyabi icraat. Qiyabi icraat cinayət prosessual məcəlləsində nəzərdə tutulub və bu nə zaman baş verir? Cinayət məcəlləsində elə maddələr var ki, yəni ki, ağır maddələrdir. Yəni o maddələr ki, o əməllər ki, tez bir zamanda araşdırılmalıdır, hökm çıxarılmalıdır. O cinayətin nəticələri aradan qaldırılmalıdır. Yəni ağır cinayətlərdir, dövləti cinayətlərdir, vəzifə cəyin cinayətlərdir, xalqın əleyhinə xalqın azadlıq əleyhinə, terrorizmə qarşı və s. belə maddələr var. Bu maddələr üzrə araşdırma çox uzun çəkə bilməz. Bunun üçün də bu nöqteyi nəzərdən istənilən dövlətdə belə bir cinayət prosessual məcəlləsində belə bir norma var ki, qiyabi icraat. Yəni bu əməllər qiyabi formada araşdırılır. Həm istintaqda, həm də məhkəmədə. Bizim Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində də belə normalar var və tətbiq olunur. Artıq bir ildir mütəmadi tətbiq olunur. Bu ən çox tətbiq olunur xaricdə olan mühacirlərə qarşı və Baş Prokurorluğun biz məlumatını dəfələrlə eşidirik ki, bu və ya sair şəxslər cinayət törədərək Azərbaycan dövlətinə qarşı cinayət törədib xaricdə gizlənirlər, istintaqa gəlmirlər, məhkəməyə gəlmirlər, bildirişləri alıb gəlmirlər və s. və s. və s. Belə halda qiyabi icraat başlana bilər və başlanırdı. Bu tənzimlənir Cinayət Prosessual Məcəlləsinin qiyabi icraatın istintaqı əsasən tənzimlənir Cinayət Prosessual Məcəlləsinin 467.13 maddəsində istintaqda cinayət qiyabi icraat başlama haqqında müstəntiq qərar verir və qiyabi formada, yəni şəxs gəlmir, şəxsin iştirakı olmadan onun əlində olan istintaq materiallarına əsaslanaraq, şikayətçinin ifadələrini əsaslanaraq, ola bilər ki, şikayətçi olsun, bu halda şikayətçi ola da bilər, olmaya da bilər, bu halda şikayətçi dövlət də ola bilər, baxır cinayətin xarakterinə, maddəsinə və ittiham aktı tərtib edir, hətta vəkilin də iştirakı olur müdafiəçinin və işi məhkəməyə verir. Məhkəmə verilməzdən qabaq müstəntiq işi prokurorluq təqdim edir. Prokuror təqdim edəndən sonra iş məhkəməyə getməmiş barəsində aparılmış bu cinayət təqibi aparılan şəxs gəlsə istintaqa
özünü təslim eləsə, onda müstəntiq qiyabi icraat haqqında qərarı ləğv edir və həmin şəxsin iştirakı ilə istintaqa başlayır. Təbii ki, bu istintaq zamanı həm qətimkan tədbiri seçilir, həm müdafiəçi dəvət olunur. Ümumi istintaq yollarından aparılır və ümumi qayda ilə prokurora təqdim olunur, ittiham akti tərtib olunur, işlə tanış olma olur və s. və s. Necə ki, Cinayət Prosessual Məcəlləsində istintaqa verilən hüquq əsasında prokuror oradan da məhkəmə verilir. Elə hal olur ki, şəxs məhkəməyə də gəlmir. Məhkəmə də bu vaxtda bildiriş göndərsə belə, qəbzlər, sənədlər bildiriş dəfələrlə göndərilir. İndi sosial şəbəkələrdə elan olunur. Yəni məhkəməyə məlum olsa ki, bu şəxs məhkəmənin yeri və vaxtı haqqında bilməsinə baxmayaraq məhkəməyə gəlməkdən imtina edir. Necə ki, istintaqa gəlməkdən imtina edir. Məhkəmə də qərar verir ki, bu barədə qiyabi icraat başlansın. Məhkəmə istintaqı qiyabi sürətdə başlansın. Və məhkəmə də tam məhkəmə qaydasında bu işə prokuror dəvət edir, müdafiəçini dəvət edir və şəxsin iştirakı olmadan istintaq materiallarına və sair materialları əsaslanaraq qiyabi icraatda işə başlayır. Və təbii ki, qiyabi hökm çıxardır. Amma bir məsələ var. Əgər məhkəmə istintaqını bitirib müşavirə otağına gedənə qədər həmən şəxs məhkəməyə gəlsə, məhkəmə bu zaman qiyabi icraat haqqında qərarını özü ləğv edir və ümumi qaydalarla məhkəmə aparır. Və təbii ki, burada da qətimkan tədbirləri müzakirə olunur. Yəni şəxs arasında məhkəmə qətimkan tədbiri seçə bilər, seçə bilməz. Əlbəttə qətimkan tədbirsiz olmur. Vəkil, prokuror hamısı iştirak edirlər və ümumi qayda ilə obyektiv məhkəmə gedir. Yox, şəxs müşavirə otağına gedənə qədər hakim kollegiyası gəlmirsə, onda məhkəmə ittiham aktı çıxardır. Bu tənzimlənir Cinayət Prosessual Məcəlləsinin 467-ci maddəsinin 14, 15, 16, 17-ci maddələrində. İndi tutaq ki, şəxs barəsində müşavirədə hökm çıxarıldı, oxundu və qiyabi hökm qüvvəyə mindi və icraya yönəldildi. Məhkəmə hətta bu halda da, qanun hətta bu halda da əgər şəxs gəlsə, yəni hökm hətta qüvvəyə minsə belə, o icra orqanlarına təhvil versələr belə, tutaq ki, belə halda şəxs gəlirsə, peyda olursa, məhkəmə həmin qanun cəza verir ki, həm şəxsin tutulub saxlandığı müəssisənin vəsadəti ilə, həm də məhkəməyə təqdim edilibsə, məhkəmə öz qərarını ləğv verir və yenə işə ümumi qayda ilə baxır. Yəni, hətta hökm qüvvəyə minsə belə, hökm qüvvəyə minəndən sonra hökm ləğv olunur və ümumi qayda ilə deməli, həmən iş araşdırılır və deməli, hökm çıxarılır. Ya ittiham hökmü, ya bəraət hökmü, ya da ki, sair formada. Buna görə o qiyabi icraat hələ o deməkdir ki, şəxs barəsində yekun qərar çıxarılıb və şəxs artıq cəza almalıdır. Amma elə hallar olur ki, uzun müddət ittiham haqqı çıxarılsa belə və onun icrası, yəni icra nə deməkdir? Yəni bu xarici ölkələrdə şəxs əgər cinayət törədibsə, yəqin bizim dövlətimiz beynəlxalq əlaqələr əsasında, qarşılıqlı hüquqi yardım əsasında icraya göndərir. Həmin hökmün icra olunması üçün müvafiq xarici ölkələrə göndərir. O xarici ölkədə hökm araşdırılır. Necə araşdırılır? Yəni ki, mümkünlüyü, orada da mümkünlüyü var. Yəni təsdiq edirlər, tanıyırlar hökmü və hətta öz qanunlarına uyğun araşdırma apara bilərlər. Nəyə görə qiyabi hökm və yaxud qiyabi istintaq belə mübahisəlidir? Çox zaman mübahisəli olur. Bəzən xarici ölkələr də buna getmirlər. Baxmayaraq ki, Azərbaycan hökuməti, Azərbaycan hüquq mühafizə orqanları məhkəməsi qiyabi hökm çıxardı. Çünki qiyabi hökm bir mənalı olaraq barəsində cinayət işi başlanmış şəxs barəsində gedirsə,
və yalnız istintaqın materialları əsasında araşdırılırsa, zərərçəkmişin materialları əsasında deməli araşdırılırsa bu amma burada şəxsin özünün iştirak olmaması, öz müdafiəsindən, müdafiə hüququndan istifadə etməməsi, ümumiyyətlə işin bir tərəfli getməsi bu biraz yaxşı qarşılanmır. Çünki cinayət təqibi üzrə həm var formal cinayətlər, həm var maddi tərkibli cinayətlər. Yəni bunlar bir-birindən fərqlənir nəyə görə? Elə cinayət məcəlləsində elə normalar var ki, o müəyyən nəticə verməlidir. O nəticəni verməsi üçün hətta istintaqda da o nəticənin olub-olmamasının hətta istintaqda da belə bir material yoxdur. Çox zaman barəsində cinayət işi başlanmış müttəhim, təqsirkarın özü belə bir ifadə verə bilər, konkret ətraflı məlumatlar verə bilər. Yəni ki, bu yəni bir mənalı olaraq əgər təqsirləndirilən şəxs dindirilməsə, onun dovudları, onun faktları araşdırılmasa, məcmui şəkildə istintaq obyektiv bir qərar verə bilməz, obyektiv ittiham aktı tərtib edə bilməz. Bunu xaricdə yaxşı başa düşürlər. Eləcə də məhkəmə zamanı da şəxs məhkəmə qiyabı aparılırsa, cinayət işi prosesi üzrə orada barəsində təqsirkar müttəhim olmur məhkəmədə. Müttəhim yoxsa, onun o dəlilləri, onun ifadələri yoxsa, yalnız məhkəməyə təqdim olunmuş istintaq materialları varsa, bu da obyektiv deyil. Çünki bu nəyə görə? Əgər bir maddə olsaydı, bir maddə açıq aydın, aşkar cinayət olsaydı, bunu eləmək olardı. Məsələn, şəxs açıq aydın Azərbaycan Respublikasında dövləti cinayətlərə bağlı çağırış edir. Məsələn, insanları silaha salmağa çağırır, müəyyən terror hərəkətlərinə çağırır, dövləti, konstitusiyon quruluşunu deməli, məhv etməyə, ələ keçirməyə, zor tətbiq etməyə çağırır açıq aydın. Bu açıq aydın bilinir ki, bu cinayətdir də. Bu, yəni qanuni hökuməti. Amma elə cinayətlər var ki, məsələn, elə xaricdə mühacirətdə olan elə insanlar var ki, onlara bir 23-24 maddə veriblər. Onların bir yarısından çoxu maddi tərkibli cinayətlərdir. Yəni, burada nəticəsi olmalıdır. Dəlacüzdürsə, bunu zərərçəkmişi hanı. Hədə qorxu nə tələb edibsə, bunu zərərçəkmişi hanı. Yəni, onun ifadəsi, nəticəsi olmalıdır. Formal cinayətlərdə yenə bayaq dediyim kimi bu araşdırma qiyabi formada aparıla bilər. Bu çox qəliz məsələdir. Ona görə uzun müddət Azərbaycan hüquq mühafizə orqanları, prokurorluq bu qiyabi icraat qaydasına çox müraciət eləmirdi. Çünki bilirdi ki, bu problemdir. Həm bunun işin aparılması, həm onun obyektivliyi, həm də xaricdə onun icra olunması, hətta daxildə də icra olunması problem yarada bilir. Belə hazırda belə qiyabi hökmlər çıxarılıb. O gün də çıxarıblar, deməli 5-6 nəfər o 9 il, 14 il iş veriblər qiyabi formada. Zərərçəkmişin qiyabi formada. Təqsirkarın heç izahatı da yox, ifadəsi də yox. Heç nə yoxdur. Fikri də yoxdur. Bana görə bu qiyabi icraat cinayət prosesində az işlədilirdi Azərbaycanda. Mülki elədi ki, mülki də bu böyük bir ağır nəticəyə səbəb olmur çox zaman. Məsələn, tutaq elə götürək bizim bu erməni işğalçılarını. İndi onları mühakimə edirlər əyani formada, yəni qiyabi deyil. Amma elələri var ki, onlar hələ qıraqdadılar. Köçəryan, Sarkisyan, nə yanlar. Bir havası Azərbaycan xalqına qarşı cinayət törədirlər. Və bunlar formal cinayətdir. Yəni ki, bu cinayət. Bu cinayətdir artıq. Bunun üçün heç bir nəticəsi də var. Nəticə də göz qabağındadır. Yəni bu maddi tərkibli cinayətdir. Yəni oxşar qarışıq tərkibli cinayət tərkibləri var bunlarda. Yəni ki, hətta elə hallarda da onları dindirmək lazımdır. Elə belə baxanda onların da bir dovudları var. Onların bir də deməli müəyyən arqumentləri var, amma nəticə ağır olduğu üçün insanlar həlak olub, dövlətin yarısı zəbt olunub, dövlətin bütün atributları o bizim qərb zonasında məhv olmuşdur. Bu dövləti cinayətdir. Dövlətimiz xalqımızın əleyhinə olan cinayətdir. Bu açıq aydın cinayətdir. Özü də ki, bunun sırıq müddətdə yoxdur. Amma baxmayaraq buna, yenə Azərbaycan hakimiyyəti onların barəsində qiyabi hökmlər hələ çıxartmağa tələsmir. Hələ istintaq qiyabi formada aparılmır. Amma məncə aparılmalıdır artıq. Çünki burada ayrı seçkiliyə yol vermək olmaz.
Buna görə də bu qiyabi icraat barəsində dediklərim budur. Yəni qısa olaraq sizə bir daha demək istəyirəm. Qiyabi icraat Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub, praktikada bu həyata keçirilir və o qiyabi icraat imkan verir ki, şəxs gəlsin, iştirak eləsin. Bu ən çox psixoloji təsirdir. Yəni təqsirkarlara qarşı barəsində ittiham aktı verilmiş, hökm verilmiş şəxslərə ən çox psixoloji təsirdir ki, onlar görüb gəlsinlər və öz argumentlərini, bu psixoloji deyəndə ki, bu dövlət, qanun imkan verir onlara. Yəni bərabərlik prinsipidir burada. Humanizm prinsipini əsas götürür. İndi bilmirəm, istinaq orqanların məqsədi nədir, gizli məqsədi nədir? Amma hər halda qanunun özündən belə başa düşülür ki, insan qanun qiyabi çıxardır ki, yəni gəl sözünü de. Gəlmirsənsə, mən onu icraya göndərəcəm. Elə qiyabi qəddama da elədi, qiyabi hökm də elədi. Buna görə qiyabi icraat məsələsi ilə əlaqədar sizə dediyim bunlardır. Bildiyimiz qədər qısa formada, onu çox dərindən də demək olar, amma ehtiyac yoxdur, insanları çox yarmaq lazımdır. Barələrində qiyabi hökm çıxartmış şəxslərin prosessual hüquqları və haqqında da danışdım. Məhkəmənin də prosessual hüquq və vəzifələri haqqında danışdım və istintaqın da burada imkanı nədən ibarətdir, onu da sizə danışdım. Çox sağ olun.